Salam, mən Səadət. Sizə kimya, biologiya fənnini tədris edəcəm. Bu gün isə kimya 7-ci sinif yeni dərslikdən 1.5-ci mövzu olan qeyri-metallar və onların xassələri, allotropiya mövzusunun tapşırıqlarının izahına baxacağıq. Elə isə keçid edək suallara. Öyrəndiklərinizi tətbiq edin. Birinci sual. Velosipedin gövdəsini polad əvəzinə qrafitdən hazırlamaq olarmı? Fikrinizi əsaslandırın. Mən də yazmışam ətrafı. Xeyr olmaz. Səbəbi qrafitin yumşaq və kövrək olmasıdır. Buna görə də velosipedin gövdəsi üçün möhkəm konstruksiyalar lazımdır. Məsələn, alüminium və polad. İndi bunu ətraflı şəkildə sizin üçün yazmışam və izah da elədim. Siz də eyni ilə yaza bilərsiniz. İkinci sual. Metallar və qeyri-metalların xassələrini müqayisə edib, oxşar və fərqli xassələri müəyyən edirik. Eylədin diaqramını tərtib edirik. Ümumiyyətlə uşaqlar, əgər bilmirsinizsə, güman edirəm onu bilirsiniz. Artıq 7-ci sinifdəsiz. Yəni Euler-Venn diaqramı bu formada olur. Metallar, məsələn, burada bir ad qeyd olunur. Burada bir qeyri-metallar adı. Ortada isə oxşar hissədir. Yəni oxşar hissələrdir. Bu hissələr isə, məsələn, bu hissələr fərqlidir. Bu hissələr fərqlidir. Bu isə oxşar. Yəni fərqli xassələr və oxşar xassələri əhatə edir. Birinciyə mən də yazmışam məsələn, metallar plastikdir, qeyri-metalları yazmışam elastikdir, amma oxşarı yazmışam ki, hər ikisi mexaniki xassəyə malikdir. Siz də beləliklə xassələri, fərqli xassələri müəyyən edib kənarlara yaza bilərsiniz. Bu sayədə fərqli və oxşar xassələri müəyyən edə bilərsiniz. Elementlərimizi verib allotropik şəkil dəyişmələrini istəyir. Çox sadədir. Bunlar elementlərimizi öyrənirik, sonra da qeyd edirik. Oksigində azondur. Burada verilənlərdən 1-ə B. Karbonda isə almaz, qrafit. Yazırıq, burada verilib. A, C. 1-ə B, 2-ə A, C. 2. Adi şəraitdə qaz halında olan qeyri-metalları göstərin. İndi birinci baxaq ki, hansılar qeyri-metaldır, hansılar yox. Çünki həmişə şərti tamamilə axıra qədər oxumaq lazımdır, yoxsa çaşarıq. İndi mən tez qeyri-metallarımı götürürəm. Azot qeyri-metaldır, bəli. Karbon qeyri-metaldır, bəli. Hələ ki, qeyri-metalları seçirəm, cavab bunlar deyil. Sonra natrium metaldır. Baxın, görürsünüz, metal. Başdan bəri bunu çıxdım. Xlor qeyri-metaldır, bunu da götürmək olur. Hələ ki, brom da qeyri-metaldır, hələ ki, bunu da götürmək olur. Amma indi baxırıq, deyir ki, bizə qaz halında olan, deməli, qaz halında olan azot olacaq. Bilirik ki, azot qaz halındadır. Karbon bərk haldadır. Bərk. Bunu götürmürük. Sonra natriumu çıxmışdıq onsuz da. Xlor qaz halındadır. Bunu götürürük. Brom götürmürük. Çünki maye halındadır. Bizə şərtdə deyir ki, qaz halında olanları götürün. Cavab 1 və 4-dür. Üçüncü suala baxaq. Cədvəl dəftərinizə köçürün və tamamlayın. Molekulunda atom sayı oksigenin 2-dir. Yəni O2 yazılır. Ozonda 3-dür. O3, 3 yazaq bura. Adi şəraitdə halı, ikisi də qazdır. Daha sonra rəngi, oksigen rəngsizdir, lakin ozon mavi rənglidir. Oksigenin iyi yoxdur. Ya da belə minus qoya bilərsiniz. Bunun isə var. Dördüncü sual. Hansı allotropik şəkil dəyişmələri molekullardan təşkil olunur? Bu maddələrin molekulları neçə atomludur? Hansılar olacaq? Oksigen olacaq. Oksigen. Daha sonra fosfor olacaq. Və kükürt olacaq. Deyim niyə? Oksigen, deməli, oksigenin azon olan şəkil dəyişməsi var. O3 yəni. Oksigen özdə O2 yazılır. Fosforda, buradan qoy qeyd edeyim, qıraqda. Ağ, qara, qırmızı. Şəkil dəyişmələri var. Bu da P4 yazılır. Kükürt isə S8-dir. Kükürtdə də kristallik və plastik kükürtlər vardır. Neçə atomlu olduqlarında dedik? O3, O2, P4, yəni fosfor, S8. 5-ci sual. Euler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. Almaz, qrafit verib. Baxırıq. Karandaşların hazırlanmasında istifadə olunur. Karandaşların alınmasında istifadə olunan qrafitdir. Yazırıq qrafitin altından 1. Şəffaf, rəngsiz maddədir. Almaz, şəffaf və rəngsiz maddədir. 2-ni yazırıq almaza. Sonra karbonun allotropik şəkil dəyişməsidir. Hər ikisi olduğu üçün ortaya yazırıq. 3 ortaya gedir. Elektrik cəryanını keçirən isə qrafitdir. Qrafitin altından da 4 yazırıq. Deməli, almaza 2, sırayla belə yazırıq da. Almaz 2, birinci gələn almazdır. Orta, oxşar yəni. 3,
Qrafit 1-4. Şagird laboratoriyada kristallik kükürtdən plastik kükürt aldı. Sonrakı gün bu maddənin rənginin sarı olduğunu müşahidə etdi. A variantı. Hansı maddə alınmışdır? Bunun səbəbi nədir? Belə deyək, kristallik kükürdü şagird qızdırıb temperaturla. Kristallik kükürt plastik kükürdə çevrilib. Belə yazaq. Plastik kükürdə çevrildi. Nə üçün? Çünki buna temperatur verdim, yəni qızdırdım. Sonraki gün maddənin rənginin sarı olduğunu müşahidə elədi. Kristallik kükürt normalda sarı rənglidir. Bunu bilməliyik, sarıdır. Görüb səhərsi gün, amma biz plastik kükürt almışdıq. Lakin səhərsi gün görüb ki, yenə sarı rənglidir. Bunun səbəbi bu qızdırdığı plastik kükürt alınmışdı ha. O soyub yenidən kristallik kükürdə çevrilib. Deməli, hansı maddə alınıb səhər gün? Kristallik kükürt alınıb yenə. Yazaq. Şagird onu yenidən plastik kükürdə necə çevirə bilər? Necə çevirə bilər? Yenə də kristallik kükürdü qızdırar, plastik kükürdə çevirilər. Bu proses dayanmadan davam edə bilər. Sadəcə qızdırmaq yetərlidir. Bu qədər sadə. Bugünlük dərsimiz bura qədər. Gələn videolarda hansı dərslərin, test nümunələrinin, tapşırıqların izahını istəyirsinizsə, şərh bölməsində qeyd etməyiniz kifayətdir. Gələn dərslərdə görüşənədək. Sağ olun.